Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında iştirak edən Prezident İlham Əliyevin qaldığı otelin yaxınlığında bir qrup təxribata cəhd edib. Yayılan videolarda təxribatçı qrupun qeyri-etik ifadələr işlətdiyi və təhlükəsizlik perimetrini zoraki formada pozmağa cəhd etdiyi görünür. Prezidentin Təhlükəsizlik Xidməti və Amerika polisi tərəfindən təxribatın qarşısı alındı. Təxribat cəhdi edənlər hadisədən sonra Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin əməkdaşları haqqında yalan iddialar səsləndirir. Özlərinin zorakılığa məruz qaldığını iddia edirlər. Hərçənd onların davranışları Amerikanın təhlükəsizlik qaydalarının pozulması idi. Bunu hadisə yerində olan ABŞ polisi də bildirir. Təxribatçılar Amerikalı polisə hücuma məruz qaldıqlarını deyirlər. Polis isə cavabında biz sizin nə etdiyinizi gördük deyir. Söhbət təxribatçıların təhlükəsizlik perimetrini pozması, Amerika Təhlükəsizlik Qüvvələri tərəfindən müəyyən olunan zolağı keçməyə cəhd göstərməsindən gedir. Prezidentin Təhlükəsizlik Xidmətinin əməkdaşları da təxribatçıların təhlükəsizlik zolağına daxil olmaq cəhdinin qarşısını alıblar. Əslində təxribatçıların məqsədi də məhz bu idi. Qeyri-etik ifadələrlə və təhlükəsizlik perimetrini keçməyə cəhdi ilə qarşı tərəfi Prezidentin Təhlükəsizlik Xidmətinin əməkdaşlarını qarşı durmaya təhrik etmək, baş verənləri video lentə alaraq tirajlamaq, Azərbaycana qarşı beynəlxalq müstəvidə mənfi rəy yaratmaq. Məqsədyönlü şəkildə həyata keçirilən planın icraçıları təxribat qrupunda iştirak edən azərbaycanlılar olsa da, sifarişçilərin kimliyi qısa müddətdə ortaya çıxdı. Baş verənlərə ilk reaksiyanı Amerika Erməniləri Milli Komitəsi verdi. Təşkilat təxribatçıları müdafiə edir, baş verənlərə görə Azərbaycan rəhbərliyinə qarşı ittiham irəli sürür. Amerika Erməniləri Milli Komitəsinin proqramlar üzrə direktoru Alex Galitsk dərhal Twitter hesabında Əliyevin təhlükəsizlik qüvvələri etirazçılara hücum edərkən Azərbaycan rejimi öz zülmünü Vaşinqtona gətirib paylaşımını edib. Amerika Erməniləri Milli Komitəsindən sonra erməni lobbisinin fəal üzvlərindən olan Azərbaycana qarşı düşmənçiliyi ilə tanınmış konqresmen Frank Pallon hərəkətə keçdi. Təxribatçıları müdafiə edən mövqe sərgilədi. Məlum 907-ci düzəlişin müəlliflərindən olan Pallon siyasi karyerası boyunca erməni mövqeyindən çıxış edib. 2017-ci ildə Qarabağa qanunsuz səfər etdiyi üçün rəsmi Bakı tərəfindən qara siyahıya salınıb. 44 günlük müharibədən sonra Xankəndidəki separatizmin müdafiəsi işini həyata keçirib. Qarabağda separatizmin ləğvindən sonra da eyni işi görüb. Azərbaycan təcavüzünə qarşı ermənilərə dəstək aktını, eləcə də COP29 ərəfəsində Bakıya sanksiya çağırışı edən 60 Amerikalı qanunvericinin imzaladığı müraciətə hazırlayıb. F. Pallon erməni diasporundan rüşvət aldığı isbatlanan Bob Menendezin missiyasını icra edir. Şübhəsiz ki, onun da Menendez kimi anti-Azərbaycan fəaliyyətini ermənilər maliyyələşdirilir. Erməni diasporu slash lobbisi və anti-milli ünsürlərin birləşdiyi şəbəkənin təxribat cəhdlərinin konkret siyasi hədəfləri var. Amerika-Azərbaycan münasibətlərinin strateji səviyyəyə yüksəlməsi, Prezident İlham Əliyevin Vaşinqtonda Prezident Donald Trump tərəfindən yüksək səviyyədə qarşılanması erməni diasporu slash lobbisinin mövqelərinə ciddi zərbə vurur. Görünür, erməni diasporu anti-milli ünsürləri hərəkətə keçirməklə Azərbaycan rəhbərliyi ilə bağlı mənfi rəy yarada, bununla Bakı-Vaşinqton münasibətlərini poza biləcəklərini düşünürlər. Lakin bu təxribat cəhdlərinin qarşısı qətiyyətlə alındı. Siyasi şərhçi Asif Nərmanlı. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.